Salam. Qapalı qabda NO ilə O2 arasında reaksiya baş vermişdir və reaksiya nəticəsində NO2 qaz əmələ gəlir. Reaksiya daxil olan NO-nun ilkin mol miqdarı A-ya, oksigenin ilkin mol miqdarı isə B-yə bərabərdir. Alınmış qaz qarışığının orta molyar kütləsi isə 40-dır. NO tam sərf olunarsa, B-nin A-ya nisbətini bizdən soruşur. NO-nun dedik ki, başlanğıc mol miqdarı A-ya bərabərdir. Əgər ki, NO tam sərf olunursa, deməli, NO-nun sərf olunan mol miqdarı A-ya bərabərdir. NO ilə oksigen 2-nin 1-ə nisbətdə reaksiyaya daxil olur. Əgər ki, NO-nun sərf olunan mol miqdarı A-ya bərabərdirsə, deməli, oksigenin sərf olunan mol miqdarı 0,5 A olacaq. 2 mol NO ilə 1 mol oksigen reaksiyaya daxil olduqda 2 mol NO2 qaz əmələ gəlir. Deməli, A mol NO ilə 0,5 A mol oksigen reaksiyaya sərf olunduqda A mol NO2 qazı əmələ gəlmiş olar. Son qaz qarışığının orta molyar kütləsi 40-a bərabərdir. Gəlin biz son qaz qarışığında hansı qazdan nə qədər var onu müəyyən edək. Son qaz qarışığında bilirik ki, bir məhsul olur, bir də başlanğıcdan artıq qalan. Deməli, son qaz qarışığında dedik ki, məhsul olacaq, yəni A mol NO2 qazı. NO tam sərf olunduğu üçün son qaz qarışığında NO olmayacaq. B mol oksigenin 0,5 A-sı reaksiya sərf olunarsa, deməli B minus 0,5 A mol oksigen artıq qalmış olar. Həmin bu qaz qarışığının orta molyar kütləsini bizə deyir ki, 40-a bərabərdir. M-ortanın düsturu necə idi? M-orta bərabərdir M1 N1 minus M2 N2 bölünsün N1 minus N2-yə. O da bərabərdir 40-a. Deməli, NO2-nin mol miqdarı A-dır. Vururuq NO2-nin kütləsinə, yəni 46-ya. Minus B minus 0,5 A vuraq oksigenin kütləsinə 32-yə bölünsün A minus B minus 0,5 A-ya. O da bərabərdir 40. Buradan da tapırıq ki, 5A bərabərdir 4B-yə. Bizdən nəyi soruşurdu? B-nin A-ya olan nisbətini. B bölünsün A bərabərdir 5-in 4-ə nisbəti. O da bərabərdir 1,25-ə. Deməli, cavabımız olacaq B variantı.